Bugün Kırdalan şəhərində çox dəhşətli bir hadisə yaşanıb. Belə ki, 38 yaşlı kişi öz həyat yoldaşını təpiklə döyərək onun dişlərini sındırıb. Daha sonra o polis tərəfindən saxlanılıb, çünki onun bacısı ilə kişinin bacısı 102 xidmətinə zəng edib və onu saxlayıblar. Məlum olub ki, kişi öz həyat yoldaşını namaz qıldığı üçün döyürmüş. Bəli, kişi istəyirmiş ki, həyat yoldaşı namaz qılmasını, hətta bununla bağlı açıqlama da verib, qeyd edib ki, bəli, mübahisəmiz məhz onun üstündə düşdü. Mən uzun müddət həyat yoldaşıma deyirəm ki, namaz qılma, çünki müəyyən şəxslərə qoşulur. Həyat yoldaşım isə mənim dediklərimi eləmək istəmir. Bununla bağlı onun həyat yoldaşı, dişləri qırılan qadına danışıb, qeyd edib ki, bu mənim ərimlə birinci davam deyil. Günortada onunla bir dəfə dalaşdıq, pul üstündə söhbətimiz oldu. Mən uzun müddətdir namaz qılıram, o isə mənim namaz qılmağımı istəmir. Və bugün də mübahisə zəminində mən yıxıldım, başım aşağıda olan demək anda o təpiklə məni vurdu və dişlərimi qırdı. Üstəlik, onun həyat yoldaşı məhkəmə qarşısına çıxarılanda qadın onun həyat yoldaşına ən ağır cəzanın verilməsini də istəyib. Bax, bu hadisə Xırdalanda baş verib.